Bugün təxminən saat 7-yə qalmış falan bir əməliyyat açdım və saat 7-də də həmən əməliyyatı Instagram story-dən paylaşdım və həmən əməliyyat səhər saat 10-da falan take profit tipi oldu. Gəlin həmən əməliyyatı analiz edək, nəyi necə, nə qərar vermişəm, sizlə də bölüşəcəm. Analizə keçməmişdən qabaq Instagramda profildə mənim Telegram kanalımın linki var, hansı ki traderlarla bir yerdə analiz edirik, əməliyyatlara bir yerdə giririk. Ora gəlib siz də bizə qoşula bilərsiniz trade eləmək üçün. Deməli, Euro USD baxırıq. Çəkək 30 dəqiqəliyə, yaxınlaşdıraq. Burada mən nə görmüşdüm? New York sessiyasında bir dənə 30 dəqiqəlikdə high swing var idi. Baxın, gördüyünüz kimi belə bir iynə var idi. Mən bunu gördüm, dərhal bunu işarələdim. Gördüyünüz kimi düz xətt ilə işarələdim. Ən sadə dildə başa salıram. Bunu işarələyəndən sonra artıq mən qiymətin bura gəlməyini gözləyirəm. Təxminən saat 5-də falan qiymət buralara gəldi. Amma həmişə artıq bu təcrübədir, necə deyərlər. Mən həmişə fikir vermişəm ki, qiymət bir dəfə gələndən sonra həmən məsələn buranı keçir, mən işarələdiyim nöqtəni keçir. Amma ikinci dəfə də oranı keçəndən sonra artıq mən istədiyim yöndə düşüş edir. Ona görə burada gözlədim, əməliyyat açmadım. Qiymət yenidən qalxdı. Düşdü biraz fake düşüşlə. Sonra yenidən başladı qalxmağa. Daha sonra baxın, mən burada gördüyünüz kimi stoplar deyə bir şey qeyd eləmişəm. O nədir? Bu tərəfdə gördüyünüz kimi FVG var və bu FVG, burada da baxın belə bir ərazini işarələmişəm. Bu da necə görsənir? 15 dəqiqəliyə keçəndə, 30 dəqiqəlikdə bu görsənmir. 15 dəqiqəliyə keçəndə gördüyünüz kimi satıcılarla alıcıların arasında burada ziddiyyət yaranıb. Ona görə də bunu da işarələdim. Yəni bu da bizim üçün əlavə bir konfirmasiyadır. Və oturdum, başladım izləməyə. Artıq qiymət gəldi. Mənim 30'da burada qeyd elədiyim swingi qırdı. Artıq əminliklə, necə deyərlər, qırdı. Yaxınlaşdı həmən burada ziddiyyət olan nöqtəyə, görürsünüz, yaxınlaşdı ora. Və artıq burada stoplar yığılıb, bax, buradan short açanlar var, buradan short açanlar var. Stoplar ki yığılıb. Həmən stopları partladandan sonra artıq mən əməliyyatı neynədim, açdım. Daha doğrusu burada açmışdım. Sadəcə bura artıq ikinci əlavə girişi hazır saxlamışdım. Qiymət tam olaraq istədiyim yerə gəldi və take profitimiz buradaydı, tipimiz buradaydı. Baxın, qiymət necə gəlib take profiti götürüb gedib. Yəni bu əməliyyatı sizinlə paylaşmaq istədim, çünki gözəl bir əməliyyat idi, yaxşı planlanmış bir əməliyyat idi bu hissəyə.